Lazım olsa şəkil atarım görər. Buyurun Burada xanım. aça bilmirsiniz kameranı. Yox, burada yox. Yaşınız neçə oldu dediniz? 36. Məndən 6 yaş kiçiksiniz. Yaş. Harada yaşayırsınız bəy? Bakıda Yasamalda yaşayır. Bakıda yaşayırsınız. Yaxşı, izləmədə qalın. Baxarıq. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Murad bəy buradasınız yoxsa? Məni əvəz edin. Paltarı soyanları qoşmayın da bura zəhmət olmasa. Xanımlardan da bir nəfər qoşun yuxarı. Mən qoşmuram. Kimdir qoşan orada? Axşamı soyuq. Tuttum sizə, yəni istəyin üstündə oturub bəy, yəni Bayaq qoşulmuşdu səhvləmirəmsə bəy. başlayır. Qoşulmuşum. Buyurun. Xanım nəsə dedi, başa düşmədim. İstəyin üstündə oturum. Geri çevirirsiniz, mən də məlumat vermək üçün yuxarı qalxmaq istəyirəm. Bu nəsə Buyurun, problem var? məlumatınızı verin xanım. Bəy bağışlayın. Məlumatınızı verin xan bəy. Xandır da adınız. Adım Ayxandır, bəli. Bəli, buyurun. Məlumat verin, zəhmət olmasın. O zəhmət elə xoşdur. 40 yaşım var, Bakıda yaşayıram. Adım Ayxandır. 1.70 boyum var. 80-də çəkim işləyirəm. Evim, eşiyim, hər bir şəraitim var. Bakıda yaşayan 35 yaşa qədər baxımlı, necə deyirlər, normal, ailə canlı, namuslu, qeyrətli bir xanım olarsa, yalnız ailə qurmaq niyyəti ilə tanımaq istəyərdim. Xanımın təhsili yaxud işi siz üçün önəmlidir yoxsa yox? Xanımın təhsili də, işi də olmaya bilər, problem yoxdur. Əsas xanım ailə canlı bir insan olsun. Yəni bilsinə nəyə gəlir. Yəni ailə qurmaq niyyəti ilə 5 günlük, 3 günlük münasibət istəmirəm. Yaşımız, başımız var. Hər kəs ola bilər də həyatda belə çətinliklər görə bilər, ayrıla bilər. Həyatda da heç kim sabahsını bilmir. Mən belə şeylərə normal baxıram. Aha, ayrılmışsınız onda siz. Bəli, mən də ayrılmışam, 5 ildə ayrılmışam, övladım yoxdur. Özüm hal-hazırda tək yaşayıram. Öz şəxsi evim var Bakıda. İşləyirəm, səhər gəlirəm, axşam gəlirəm belə. Burada hansısa bir xanım nəsə izlədiyiniz var yoxsa? Sözün əsl mənasında izləyirdim, baxırdım hal-hazırda. Yəni mənə necə deyirlər, uyğun bir xanım yoxdur. Həm yaşca, həm maşallah hamısı cavan qızlardır burada. Allah hər kəsin bəxtini versin. Belə. Yaxşı bəy. Onda sizi aşağı ala zəhmət olmasa. Qızlar, çox sağ olun gəldiyiniz üçün. Yəni Modlar qoşun görək. Kimdir qoşan? Kəpənik xanım sizsiniz qoşan. Mənəm qoşuram. Dadaşlı bəy, xoş gəldiniz. Axşamınız xeyir. Axşamınız xeyir. Yaşım 30. Ətə deyim, ciddi xanımdan da elə ki, fırlanmaq kimi yox. Ailə qurmaq istəyirəm. Özüm dost işləyirəm, maşın ustasını, silesar. Başqa məlumatlarınızı da verin. Məsələn, boyunuz, çəkiniz, ailəli Boyum olmusunuz. Yox, xeyr. Boyum 1.78, çəkim də 74. Subaysız. Bəli. Xanım hansı şəhərdə mi yaşayan olsun, yoxsa Fərq eləməz. burada kimsə izlədiyiniz bir kimsə var? Yox, elə indi qalmasıdır deyib. Belə girəndə öləm heç. Yaxşı. Başqa sözünüz, sualınız, bəlkə nəsə başqa bir məlumat vermək istəyirsiniz? İşinizi Mən- dedik ki, işləyirsiniz, siləsir. Məsələn, xanım haqqında hansı bir sizin üçün arzuladığınız bir xanım, necə görünüşü mü? Yəni, belə deyim də, yəni yaşım az deyil də, belə deyim. Yəni qalmışamsa nəsə ki qalmışam. Yəni biraz da ağır yana kimi olsun da, yəni ki. Nətər deyim.
Gəldim problem olmasın da belə bir söz deyim yeter. Etibarlı, güvənli bir xanım axtarırsınız. Ay sayıtı var sağ olun xanım. 17. Başa düşdü. Yaxşı. Çox sağ olun bəy gəldiyiniz üçün. Oldu, sağ olun. İstəyin bizi. Nətər tez-tez alıb sual cavab eləyib göndərirəm aşağı. Qızlar qoşun. Ekranları bəyənək, xahiş eləyirəm. Barmaqlar dayanır, ekranları bəyənək. Salam. Salam, xoş gəldiniz. Hoş gördüm. 22 yaşım var. Ailəli olmamışam heç vaxt. Serbiyada yaşayıram. Professional idmançıyam. İzgiçiliklə məşğulam. Avropa olimpiyonlarında iştirak eləmişəm. Müvəqqəti çətinliyə görə Azərbaycana gələ bilmirəm. Müvəqqəti çətinliyə görə Azərbaycan gələ bilmirsiniz. Bir müddət gələ bilmirəm. Sonra Amma bura gələcəm. vətəndaşısınız da, yəni Azərbaycan vətəndaşı. Bəli. Aha. İzlədiyiniz xanım var burada? Yox, indi qoşuldum. Çoxdan yaşayırsınız Serbiyada. Yaxın müddətdə gəlmişəm bura. Üzgüçülüklə məşğulam. İşim də can kurtaran işləyirəm sahillərdə. Aha. Yaxın müddətdə gəlmişəm bura. Boyunuz, çəkiniz. 1.85 boyum var. 75 kilo çəkim var. Aha. Bəs ailə? Burada kimsə var Azərbaycanda qohumlardan, yoxsa Yox, hamısı? Azərbaycanda heç kim yoxdur. Tək yaşayıram. Orada ev var rayonda, amma heç getməmişəm uzun müddətdir. Mən ancaq otellərdə yaşayıram ya da müəyyən müəssisələrdə, xarici ölkələrdə. Hə, başa düşdük. Onda valideynlər bəs? Yoxdur, tək ancaq. Aha. Yaxşı bəy, izləmədə qalın. Xoş gəldiniz. Biraz tez-tez istəyirsən sual cavab elə, çünki hədsiz qoşulmaq istəyənlər var ona görə. Sağ olun bəy. Çox sağ olun gəldiyiniz üçün. Sağ olun. Uşaqlar, ekranı bəyənin, xahiş eləyirik. Bir dənə evinin yerində desəydi tam olar deyə. Elə yaxşıdır da, qoy hər şey bilinsin. Xoş gəldiniz. Salam aleyküm. Aleyküm salam. Ben bir qoşulmuşdum Cahan xanım. Son sətir xanım var ya. Ona sətir. talip çıxmaq. Bəli. Ona talip çıxmaq istəyirəm. O dedi bir ara ki rayon fərqi yoxdur. Xanım eşidir yəqin. Gəl. Salam son xanım. Sizə talip çıxmaq istəyirəm. 39 yaşım var. Gələn ay 40 yaşıma keçəcəm. 2 evladım var, qarşı tərəfdədir. Evim də var, işim də var. Özüm də Sabirabad rayonunda yaşayıram. Sabirabad rayon kəndində də. Ekranı açmışdınız da bayaq. Bəli, bir açmışdım da. Xanım nə deyirsiniz? Xeyr. İstəyirəm. Yaxşı bəy, onda izləmədə qalın. Sizə uyğun kimsə olarsa, sizdə yatarsınız. Qoş görək qız. Onlar bir daha qoşulmasın. Nədir adı? Yeraz balası. Bu adı qoyanda elə bir ad qoyun ki, biz o sözün arxasıcan bəy deyə bilək. Nə deyə? Yeraz bəy. Salam aleyküm xanım, axşamınız xeyirli olsun. Birinci sizdən artıca xahiş edirəm. Burada tərbiyəsiz edənlər var, altda lazımsız yazanlar var, nə bilim qarpız sezonunda, nə bilim nədir. Xahiş edirəm, əgər moderatorda imkan varsa, onları səssiz alsınlar. Modlardan burada kim var məndən başqa?
Bir də özüm haqqında qısaca olaraq məlumat verim. Məlumatınızı Deməli, verin. adım Kamrandır, 31 yaşım var, Bakıda qalıram, boyum 1.71, çəkim 70-dir, boğa bürcüyəm, subayam. Özüm əvvəllər MMA ilə məşğul olmuşam, qəfəs döyüşü ilə məşğul olmuşam. Hal-hazırda işim, gücüm var, evim var, şəraitim var, özüm qaynaqçı işləyirəm. Subay bir xanım olarsa 30-31 yaşına qədər talib çıxmaq istəyərəm. Neçə yaşa qədər dediniz? 31 yaşa qədər. Özünüzün neçə il yaşınız? Bağışlayın. Mənim 31 yaşım var elə. Yəni öz yaşınıza uyğun olsun da. Bəli, bəli. Öz yaşıma uyğunluğa qədər problem yoxdur. Subay xanım olsun. Bəli, bəli. Aha, oldu. Götürün bəyi alın aşağı, zəhmət olmazsa. İzləmədə qalın bəy. Çox sağ olun gəldiyiniz üçün. Aşağıda xahiş edirəm, ağzınıza gələnləri yazmayın. Çox xahiş edirəm. Bu nədir? Hər qoca, cavan, səsləri, sözləri qatırsınız bir-birinə. Belə olmaz axı. Olmaz axı. Qızlar, qoşun görək kim gəlir. Misafirdəki bəy, xoş gəldiniz. Salam, çox sağ olun. Təşəkkür eləyirəm. Buyurun. Mən bura evlilik üçün gəlməmişəm, sadəcə izləyici kimi. İzləyici kimi qoşulursunuz. Bəli. Özünüz haqqında məlumat vermək istəyirsiniz? Yanında bir məlumat verirdi. Sıra azalırsınız aşağı. Kim var istəyi atan qızlar? Xoş gəldiniz Vasif bəy. Buyurun. Bilirsiniz, bəzən. Nə dedi? Eşitmədim. Gecədir, qınamıram cəmaatı, yuxusu gəlir çox. Ciddi insanlar qoşulsun. Yəni bəsdirin doja. Bitsin, Kəpənək xanım, özümüz sona qalanda bir-iki kəlmə söz deyəcəm, heç kəs qalmayanda. Hələ ki 13 nəfər var, Can. Tez-tez qoşun, istəyirsən sən danış. Tez qoş, sual cavab eləyək, sonra. Qoşun. Kim qoşuldu? Harda? Hə, boş yer var. Böyük ekrana Su xanım keçdi. Aha, Hikmət bəy, buyurun, xoş gəldiniz. Hoş gördük, hoş gördük. Burada vardı hanım, 35 yaşı olan hanım. Dedi, Aha. 35 yaşım var, evlat da yoktu. Bahara gitti o hanım. Kim idi o? Hansı xanım idi? Bir nəfər qoşulmuşdu, düzdür, dedi ki, övladım yoxdur. Bəli, bəli. Hə,